Bugün məhkəmə Georgi Kvaratskhelyanın qətli işi üzrə 2 təqsirləndirilən şəxsə qarşı həbs qəti imkan tədbiri müzakirə edəcək. İstintaqın məlumatına görə David Dekanozidze və Tornike Qaçarova əvvəlki münaqişəyə görə Georgi Kvaratskhelyanı öldürməyi planlaşdırıblar. O baş nahiyəsindən güllələnib və xəstəxanada vəfat edib. Hadisə ilə əlaqəsi ola biləcək digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində araşdırma davam edir. Tbilisidə Avropa İnsan Hüquqları Məhkəməsinin nifrət nitqi ilə bağlı qərarı müzakirə olunur. Hakim partiya bunu Avropa standartlarının nümunəsi hesab edir. Müxalifət isə Gürcüstanla müqayisənin düzgün olmadığını bildirir. Məhkəmə Sloveniyalı Mitya Kunseli jurnalistlərə qarşı təhqiramiz paylaşımlarına görə verilən həbs cəzasını qanuni sayıb. Tina Bokuçova və Milli Hərəkatın Siyasi Şura üzvləri növbəti qurultay keçirilənədək vəzifələrini davam etdirəcəklər. Qurultayın iyulun sonunda keçirilməsi gözlənilir. Burada müvəqqəti idarəetmə orqanı seçiləcək və partiya islahatları ilə məşğul olacaq xüsusi şura yaradılacaq. Gürcüstan Vəkillər Assosiasiyasında vəkillik imtahanına hazırlıq kursunun təqdimatı keçirilib. Tədbirdə assosiasiyanın sədri İrakli Andaşuli kursun məqsədi və proqramın əsas istiqamətləri barədə iştirakçılara ətraflı məlumat verib. O həmçinin 3 aylıq tədris proqramına rəhbərlik edəcək ekspertləri təqdim edib. Kurs imtahan proqramına uyğun nəzəri və praktiki mövzular eləcə də yekun təkrar və möhkəmləndirmə sessiyalarını əhatə edəcək. Assosiasiyanın məlumatına görə qeydiyyat prosesi artıq başlayıb və 11 sentyabra qədər davam edəcək. Bu proqram namizədlərin vəkillik imtahanına daha effektiv hazırlaşmasına kömək etməyi hədəfləyir. Vladimir Zelenski bildirib ki, Rusiya yanacaq idxalı imkanlarını artırmağa çalışır, lakin Ukrayna bunun qarşısını almaq üçün addımlar atır. O həmçinin NATO samiti çərçivəsində ABŞ nümayəndələri ilə görüşdə Patriot sistemlərinin istehsalı lisenziyası məsələlərini müzakirə etdiklərini və gələcək əməkdaşlıq perspektivlərinə toxunduqlarını deyib. Acarada yol infrastrukturunun yenilənməsi işləri davam edir. Kobuletidə bir yol sahəsində beton örtüyün salınması üçün hazırlıq görülür. Eyni zamanda drenaj sistemləri quraşdırılır. Xelvaçauridə isə bir neçə istiqamətdə istinad divarlarının tikintisi aparılır və yaxın günlərdə əlavə layihələrə başlanılması planlaşdırılır.